Mən Azərbaycan xalqının adından bütün türk qardaşlarımıza, Azərbaycanı özlərinki kimi görən, özləri kimi hiss eləyən türk qardaşlarımıza minnətdaram. Bunlardan biri də Aykurt Korkmaz bəydir. Aykurt Korkmaz bəy Hilton Otelinin baş meneceridir. İnanın ki, bu Azərbaycanda autizmli uşaqlarla bağlı xəstə demək istəmirəm, çünki onlar xəstə deyil, onlar fərqlidir. Amma ki, onları xəstə eləyən bizim həkimlərimizdir. Çünki həkimlərimiz onlara düz yol göstərmir. Məsələn, Mehriban xanım Əliyeva açıb bir dənə autizm mərkəzi Heydər Əliyev fondunun adından. Oradan yaraqlanan yalnız varlı uşaqlarıdır, kasıb uşaqları orada yoxdur. Bu Çiçək Məmmədli isə kasıbcanı ilə 2 dənə xəstə autizmli uşaqları ilə o həmin o təşkilatı yaradıb. Əlindən gələni eləyir ki, autizmli uşaqlara yardım eləsin. Amma nə yazıq ki, o tək qalıb, çünki onun nə imkanı var, nə onun arxasında adamı var, heç kimi yoxdur. Sadəcə, bax, inanın ki, konferansda ayın 2-sində, aprelin 2-sində autizm uşaqların günü sayılır. Bunun 30'unda yer götürüb Hilton Oteldə, yer götürməyib, Aykut Korkmaz bəyin, yəni ki, köməkliyi ilə Hilton Oteldə onlara yer ayırıblar. Yəni ki, bunu keçirtmək üçün bütün hər bir xərcdə Hilton Otelə aid olub. Mən buradan Türk qardaşlarımıza, Türkiyənin başda Sayın Erdoğan olmaqla bütün Türk qardaşlarımıza mən minnətdaram. Çünki bizim qardaşlarımız bizi pis gündə tək qoymadı. Bəzən indi Rusların təbliğatını aparan bəzi insanlar var. Onlar çalışırlar ki, Türkləri Azərbaycanın gözündən salsınlar. Xeyr, Türkiyə bizim qardaşımız olub həmişə. 4 il mən Türkiyədə yaşamışam. Mən Türkiyənin özündə hələm bizə qarşı hörmətsizlik görməmişəm. İndi gedib orada nəsə pis iş görürsünüzsə, sizə hörmət eləmirlərsə, o demək deyir ki, Türklər pisdir. Yox, hər bir millət kimi Türklərin də yaxşısı var, pisləri var. Amma ki, vay o gündən ki, ümumiyyətlə cəmiyyət pis olsun. Məsələn, bizim cəmiyyətdə, varlı cəmiyyətdə mən ələn birini görmədim ki, bu autizmli uşaqlara həmin o təşkilata kimsə kömək eləsin. Olmadı. Neçə-neçə restorana getdilər, neçə-neçə yerlərə getdilər, onlara yer verən olmadı, hamısı pullu oldu. Amma kömək eləyənlər kimdir? Yalnız Türk şirkətləri. Türk şirkətləri bura əllərindən gələni eləyirlər. Ona görə də ki, mən yenə də deyirəm, bizim Azərbaycanın da çox imkanlı insanları var, Azərbaycanın da varlılar var. Amma çox xahiş eləyirəm, gedib həccə 5 min, 10 min, 20 min xərc tökməkdənsə, bax bu Ramazan günündə bu uşaqlara yardım eləyən, bu uşaqları sevindirin. Azərbaycanda hamı bir-birinə yardım eləsə, inanın ki, Azərbaycanda kasıb qalmaz. Bax, bu indi cəmiyyətin yeri yoxdur. Bu cəmiyyətin təşkilatçılığını eləyən xanım özü 2 dənə autizm uşağa baxır və bunun ona görə çalışın, kömək eləyin də, axı kömək deyirlər, əlidən qalıb. Siz cəmaat gözünə kömək lazım deyil. Məsələn, neçə dəfələrlə bu barədə işıqlandırmışıq, hələm heç kim baxmayıb, amma Türk qardaşlarımız sağ olsun, Allah razı olsun. Valla nə qədər ki, Türk qardaşlarımız var, çox xahiş eləyirəm. Dəstək olun bizim bu autizmli uşaqlara. Onlar da yaşamaq istəyir, onlar da cəmiyyətin içində olmaq istəyir. Mən yenə də deyirəm ki, ay bizim milyonerlər, ay bizim varlılar, nə olar, hər öz götürün, çox yox. Heç olmazsa, valla siz üçün o 100 dollar, 200 dollar pul duyur. 125 deputat maaşlarınızdan hər öz götürün, 1000 manat ayırın, verin o cəmiyyətə. Şəxsə vermirsiniz ki, cəmiyyətə verirsiniz ki, bu cəmiyyətdə də müəllim tutulsun, tədris olsun, uşaqlara yer götürülsün, nə olar? Bir dənə köməklik eləyin də biz də deyək ki, bəli, bu deputatlar nə qədər ki, orada parlamentdə yatdılar, amma ki, birdən ayıldılar, gördülər ki, autizmli uşaqlara yardım lazımdır. Çox xahiş edirəm. Axı o pul siz üçün pul deyil. Autizmli uşaqları
yönəltsək, inanın ki, onlar dağı dağ üstünə qoyar. Məsələn, Amerikada Microsoft şirkətinin 50% autizm xəstələrdir. Məsələn, o Max özü autizm xəstəsidir. Axı niyə görə siz bunları şizofrenik etməsinə göz yumursunuz? Nə olar, hamınız kömək olun, bir olun. Mən kasıblardan istəmirəm heç nə. İmkanlılar, mən sizə yazacağım, onların IBAN nömrələrini yazacağım, telefon nömrəsini yazacağım təşkilatı. Zəng eləyin, öyrənin, kömək eləyin də. Vallahi gedib pulları Ərəbistanda şeyxlərin ciblərinə axıtmaqdansa, Ramazanın ən gözəl günüdür. Kimin nəziri, kimin nəyi varsa, nə olar, hamımız bir olun da. Bir dəfə bu Azərbaycanlı balaları yanlarında sizləri görsün də. Niyə görə siz həmişə varlı insanların yanındasınız? Kasıbın da yanında olun da.